Değerli izləyicilərimiz, hal-hazırda Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndindəyik. Bu günləri yanvarın 4-ü 2026-cı il. 32 il keçir ki, ananın gözləri yoldadır. Pirə Bulağı istiqamətində gedən döyüşlərdə milli qəhrəmanımız Etibar İsmayılovla bərabər o döyüşə girmişdilər. Qəhrəman igidimiz Daşdəmirov Elçin Pirəli oğlunun ocağındayıq. Anamız da Allah şəfasını versin, şəkər xəstəsidir. Elə dedim, ananın oturduğu yerdə çəkilişimizi edək. Allah səbir versin ana. Bu günlər mən bura gəlməyi özümə borc bildim, gəldim. Yaxına gəl operatorımız, anamın bir... Ana, istərdik ki, sizinlə bir danışdığımız o sözləri, ürəyinizdən keçən sözlərinizi operator Mehman qardaşımız bir tarixin yaddaşına köçürsün. Buyur ana. Allah size kömür olsun, ne diyeyim Aybala. Bildiğimi demişim, 32 ildir. 32 ildir gözüm yolda kalıb. Özümün de ömrümün bu vaxtıdır. Xəstəlikdə üstüme alıb. Ne bileyim Aybala. 32 ildir yol gözledim. 32 ildir yol gözledim. Hiçbir haber eter olmadı. Hiçbir haber eter olmadı. Arkası gezdi. 32 yıl bundan qabaq bugünkü gün bu səhər elə bir səsə küyə, elə bir ateş sesine oyandık ki gördük dünya qoşub. Birazdan sonra gün ortaya yakın dediler ki dövüşten salamat gelmeyenler var. Akşama yakın da izah oldu ki hamıya bildirildi ki biri de benimdi. Hamısı benimdi. Gidenlerin hamısı benim balamdı. Allah bütün şehitlerimize rahmet eylesin. Bütün şehitlerimizin yeri nurunda olsun. Kaydan da vardı. Gelmeyen de çoktu. Sizden önce bir Elif Zakir Kərəmoğlu'nun anasını ziyaret ettik. Öyle o yol yanında birinci tarafa döndük. Ana dedi ki yeni il ərəfəsində geldi. Sizde de gelmişti mi? Gelmişti. Ayın biri gelmedi. O biri kardeşim Ursette helak olan kardeşim yolladım ki Sizin bir oğlunuz da. Biri de Ursette olur. Yolladım ki gittiğime ki biz atan her il tezilde hayvan kesirdik. Atan hayvan kesip niye gelmedin? Ayın birinde. Deyip ki o aşeleye hoş yandı. Haş hoş yandı. Dedi ki, deyip ki anama deyinen ki kaç pişisin seher geleceğim aynı ikisinde. Bugün gelmedim. Aynı ikisi günü geldi, sıra aynı gün. Geldi pişirdim, yedi, bir gün kaldı. Akşam çağırtan saat 5'e 6'ya tam mı? 5'e tam olardı. Su koydum, değişti. Paltarım dedim ama benim isti paltarım kirlidi, neçə gündür torpaqda sürünürük. Döyüş gedirdi her gün. Benim paltarımı elə yuvarsam mı ki bir suyun geleceğim. Ayın 4'ü geleceğim. Onacan kuruya dedim başına dönün kurudacağım. Bak bir ayın 4'üne kurudacağım paltarımı. Eynimin koftasını o zaman kasıkçılığından bala. Eynimin koftasını giyin dedim eynin isti olsun. Senin kalın paltarını yuvacağım, kurutacağım ayın 4'üne. Onu çıngırağında o yüze çördüm, bu yüze çördüm, kuruttum ki indi gelecek, seher gelecek. Seher o dediğim gibi geceden saat 4'ten, 3'ten gördü yatışma başlayıp. Elə işıqlanınca gördük da dünya qoşur. İşıqlananda
dünya qoşur, elə çöldə durub gözləyirik. Ki, görək hava kəsəcək. Dağılır, dünya dağılır. Bu bizim tuşda, bak. Bax, burada, bax bu tərəfdə, Mərzili tərəfdə. O Pirabulaq dərəsinə tən gəliblər. Oradan düz deyir, Etibarın yanındaymışlar bunlar. Bəli, bir yerdəydi. Bir yerdəydilər. Deyir, Etibar deyib ki, onu gələnlər danışırdı. Etibar deyib ki, tabi bizi aldılar, bizi Mühasirəyə aldı. mühasirə yox. Nə deyirlər ona? Deyə bilmirəm, ey bala. Koordinata aldılar bizi. Siz qaçın. Deyirlər ki, Etibar götürdü, səni götürdü, vuracaq, bu saat vuracaq. Gəl, deyir, mən qaçmayacağım. Siz qaçın. Hamı qaçıb, Allah rəhmət eləsin hamısına. O, milli qəhrəman adı verilib ona, onu itimərəm. Deyir, o qaçmayıb. O qaçmayıb. Bəli. Dayım, can boğazda yığılıp da neynəsinlər bala, qaçmasınlar, nağarsınlar. Neyse, bu gəlib çata bilməyib. Gəlib çatanlar da oldu. Bu gəlib çata bilmədi. Neyse, akşama yaxın dedilər ki, bax şey, görən ölüb durur o. Bilmirəm, deyəsən dünyasını dəyişdi. Cəhənnəmə dəyişsin. Uşağı apardı, məcbur uşağı apardı, qadına verdi o. Şəhidimizin bibisi də, atasının bibisi. bacısı, buyur. Ne diyeyim başım? Ben de bitirmişim başım. Allah. 30 yıldır gözledik, 33 yıldır gözlüyoruz. Gözümüz yolda oldu. Hiçbir haber çıkmadı. Kardeşim gitti, geldi, taktırdı, taptı, tapmadı. Yürüdüm. Ne dediler? Ay ben vallahi hissim. O yer kalmırdı. O yer kalmadı. O 3 nefer adam evizi görmediler. Başına 3 adam. 3 adam evizi görmediler. Kış uzunu. Ahırda O yer kalmadı git. Falan Nələdi, yerden esir nələdi? gelip. gitti. Ne diyeyim Allah. Falan bütün yerden esir gelip. şahitlerinize rahmet eylesin. Sağ kurban olun. Allah size de değmesin. Canınızı selamet eylesin. Kardeşim de onu güdazını etti. Kardeşim de yaşamadı. Gece gündüz meledi. Gezdi. Hissas tapmadı. Eli de boşa çıktı. Mən Gitti. Ne diyeyim? Əliyev Zakirgildə də bir bənd şeir dedim. İstədim ki, anamızın yanında bir Deyim, iki ne bənd diyelim? şeir deyim. Değil. Diye boş. Ne keçirdi. Allah Allah sana değmesin. kömür olsun. Sağ ol anam. Allah kömeğini. Parçalandım minillər, bölündün dilim. Yaş artdı dərdinə, ağladı göyçə gölüm. Başqa adla yaşadı, yat kimi yurdum, elim. Dərbənd şimalda qaldı, quzuya döndü Zəncan. Torpaqlarına qurban, vətənim Azərbaycan. Türkmənçayın fərmanı sənə həsrət gətirdi. Buna dava tapmamış Qarabağı itirdi. Gülüstan gül yerinə tikanlı sim bitirdi. Dərdimizə gülməyi məcbur öyrətdi nadan. Göz yaşlarına qurban, vətənim Azərbaycan. Təbrizə ana dedi, bizi yetim qoydular. Haqq deyən igidlərin dərsini soydular. Əsrlərdi yeyildin, düşündük ki doydular. Yağya şirin gəldi, istiyor nahaq qan. Şəhidlərinə qurban, vətənim Azərbaycan. Qərarla Zəngəzurun vətən oldu dığaya. Özgənin kölgəsində çevrildilər ağaya. Güllələndi, didildi, qocadan ta çağaya. Yaxşı nəyim vardısa, oğurlandı sonacan. Sərvətlərinə qurban, vətənim Azərbaycan. Ağrı dağım ağrıdan qocaldı, xəstə düşdü. Xarı bülbülüm yandı, odda, alovda bişdi. Laçın məğrur qartalı qarğalara dəyişdi. Hələ də güllələnirdi məzarında natavan. Acılarına qurban, vətənim Azərbaycan. Borçalıdan tək qalan xatirə dolu yaddaş. Şirin yalanlar ilə ovunmuşuq biz qardaş. İntiqamım ağırdı, kəsiləcək neçə baş. Döyüş əlində silah, sən bütöv olanacan. Qalib gününə qurban, vətənim Azərbaycan. Şükür olsun ki, Azərbaycanımız, Şükür baba. Şükür. Ali Başkomandanımız sağ olsun, var olsun ki, əmr verdi. Bu oğulların davamçıları qalib gəldik.
torpaqlarımızı Yəni, işğaldan azad etdik. Gene ürəyimiz partlayırdı. Bəli. Deyirdik balalarımız da getdi, torpağımız da getdi. Bəli, şükür. Gene şükür. Ondan beri xeyli ürəyimiz sakitləşir ki, bari heç olmasa vətənimiz salamatdır. Düz. Allah o günü qismət eləsin. Allah İnşallah hökumətimizi İrəvan qalamızda Amin. bayrağımız dalğalanır Allah inşallah. hökumətimizi Havza. qorusun. Allah ordumuzu qorusun. Amin. Sağ ol ana. Allah qazilərimizə kömək olsun. Amin. Allah köməyin olsun. Mən istədim ki, anaya əziyyət verməyək burada oturmasın. Ana elə öz oturduğu yerdə o rahat olsun. Allah sizə var eləsin. İmran qardaşımız da ki, mən onu deyim ki, Allah tərəfindən elə bir vergi verilir. Bu sılıq-sılıq, loğmanlıq, bəli. Bir dənə də səhv etmirəmsə elə anım günündə mən gəlmişdim. Keçən il mənim biləyim çıxmışdı. O vəziyyətdə sağ olsun, gəldim burada. Allah kömək olsun. Sizin də. Buyur qardaş, sən də bir qardaşınla bağlı xatirələrini. Allah köməyiniz olsun. Çox Allah xahiş sizdən edirəm. eksik eləməsin. Başını edir. Sizin də Allah köməyiniz olsun. Daim şəhidlərimizi yad edirsiniz. Allah da Borcumuzdur. Allah elə dövlətimizə də var eləsin. Sizin kimi o qardaşları, vətənpərvər oğullar var eləsin ki, bu şəhidləri yaşadırsınız. Allah, mən də qardaşımla bağlı xatirə uşaq olmuşuq biz. Amma elə yoldaşları danışır, elə uşaq vaxtında uşaq xatirələr çox vətənpərvər uşaq oldu. Silaha bağlı oldu həmişə. Elə bu son döyüşlərində də yoldaşları deyir. O heç həmin vaxtı çağrıcı olub, o əsas o könülləri aparıblar. Bu qalmayıb, nəyənkindədir bu o biri yoldaşları. Axırıncı səfər o gəlişində sən də ya xatırlayırsan da o gəlişin. Hə. Axırıncı səfər. Gəlirdi, kəndə yaxın idi, Hə. gəlib gedirdi o Həsənovla bir gəlib gedirdi. Həsənov Rafiqlə. Rafiqlə, o sinif yoldaşı oldular onlar. Bəli. Yəni, buradan həmişə gəlir onların evi, bizdən də elədi, elə hərbistiyə yaxın, elə onu da götürüb daim gedirdi. Belə, elə xatirələrim uşaq olmuşuq biz. Həmin vaxtda müharibə vaxtı olub. Neçə təvəllüd idi? 75. 75. Hə. 75 təvəllüd idi. 75 təvəllüd. Allah. Məndən 6 yaş elə böyük olub. 80'dir. Hə. Allah. Bütün şəhidlərimizə ruhunu şad eləsin. Allah sizə də var eləsin. Birazdan hər uçana indi deyək gəlib ziyarət edəcəklər. Biz də icazə verirsəniz gedərik Həsənovgilə də gedək. Ki bunları bizim bir şəhidimiz İskan çayı için başında. içəri ana bu Quliyev Həsənin Adışırınoğlu'nun övladının kiçik toydur. Sərvanlarda o atanın da qolları kəsilib də bilirsiniz. Mən yəni belə götürəkdən bugünkü gündə hələ bu günə kimi mən məsəl üçün məclislərə getməmişəm həmişə. Amma şəhid balası olduğu üçün mən ona boynumun borcudur gedəm. Ona görə də biraz tez gəldim ki, gəlim sizləri ziyarət edim. Sonra Allah köməyiniz olsun. Allah bütün şəhidlərimizin şad eləsin. Mehman çox sağ ol. Var olun. Çəkilişə görə təşəkkür edirik. Allah kömək olsun. Qəhrəmanımızı iri planda işıqlandır, xahiş edirəm. Allah bütün şəhidlərimizin ruhunu şad eləsin. Allah səbir versin. Allah o günü qismət eləsin bir şad xəbər. Mən ona Allah